Salam, sentyabrda yonca əkmişəm. Arpa alıb onu. Mən nə edeyim? Onu otarmaq olar, yoxsa otarmaq olar. Əgər yonca da arpa böyüklüyündədirsə, hündürlüyündədirsə, otarmaq olar. Məsələn, deyək ki, 10 santim, deyək ki, 15 santim arpadsa, 10 santim yoncadırsa, burada otarmaq olar. O da qısa müddətdir. Məsələn, deyək ki, çoxlu sürü qoyunu saldınız, otladı çıxdı və ya heyvanı saldınız, otladı çıxdı. O da palçıq olmamağı şərtidir. Yəni, palçıqdırsa əgər sahə salmayın, yəni. Onu tövsiyə etmirəm. Az miqdarda bəli otarmaq olar. Artıq qışa keçdiyinə görə bitkini də biraz belə deyək də əzmək də onun qışda dözümsüzlüyünü də azaldır. Çünki qida ehtiyatı toplamalıdır ki, bu yazda daha yaxşı inkişaf edə bilsin bu bitki. Yəni qısa müddətli otarmaq olar. Qısa müddətli otarmaq olar. Həm də belə deyək, arpa qışda yoncanı qoruyur da, bir örtük yaradır. Örtük bitkisi kimi. Əgər həddindən artıq hündür deyilsə, elə qala da bilər ki, bitki örtük bitkisi kimi yoncanı qoruyur. Yəni olur, bu cür sahələr təsadüf hallarda mən olub rastlaşmışam fermerlərə, super yonca olur. Əgər yaxşı alınsa. Elə də yerlərdə olur, ümumiyyətlə yonca olmur, yonca zəif olur, yonca itir. Yəni bu cür hallarda yaşanır. Dediyim kimi, otara bilərsiniz, otarmaya da bilərsiniz. Amma qısa müddətli otarmağı tövsiyə edirəm, qısa müddətli. Sualınız olarsa rəylərdə yazın, bəyənməyi unutmayın. Bacardığım qədər faydalı məlumatlar paylaşmağa çalışıram. Və bu cür olan rəylərə də artıq belə cavablar verəcəm ki, sizə də rahat olsun, həm mənə də. Sağ olun, var olun.